Salam dəyərli abituriyentlər və müəllimlər. Bugün dəyişən cərəyan dövrəsində tam müqavimət, dəyişən cərəyan dövrəsi üçün ohm qanunu, dəyişən cərəyan dövrəsində rezonans transformatorlar başlığındakı testlərin izahına baxacaq. Videoya keçməzdən əvvəl videomu bəyənib kanalıma abunə olmağı unutmayın. Gəlin başlayaq. Bir nömrəli sualda bizə deyir ki, hansı cihazın iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır? Əlbəttə ki, cavab transformatordur. Ampermetr və voltmetrin iş prinsipi amper qüvvəsinə əsaslanır. Vakuum diodu ilə birlikdə osiloqraf və elektron şüa borusunun iş prinsipi termoelektron emissiya hadisəsinə əsaslanır. Reostatın iş prinsipi isə elektrik müqavimətinin naqilin uzunluğundan asılı olmasına əsaslanır. İnduksiya hadisəsinə əsaslanan isə transformatordur. 2 nömrəli sual. Transformatordan nə üçün istifadə olunur? Transformatordan uşaqlar dəyişən cərəyan dövrəsində gərginliyi artırmaq üçün və yaxud da azaltmaq üçün istifadə olunur. Cavab Y variantıdır. 3 nömrəli sual. Transformator gərginliyi 220 voltdan 440 volta qədər artırır. Transformasiya misalı. Transformasiya misalının düsturu K bərabərdir U1 bölünsün U2'dir. Yəni birinci gərginliyi ikinciyə bölməliyim. Birinci 220'dir. 220'ni bölürəm ikinci 440'a. Bu da mənə verir 2'də 1. Yəni 0,5. Cavab olur C variantı. 4. Transformator gərginliyi 880 voltdan 220 volta qədər azaldır. Onun transformasiya misalı. Yenə yazıram K bərabərdir. U1 bölünsün U2. O da bərabərdir. U1 880'dir. Bölürəm U2'ye, yəni 220'ye. 880'də 220'ye böləndə düşür 4. Deməli transformasiya misalı olur 4'ə bərabər. 5 nömrəli sual. Dövrü dəyişən xarici elektrik hərəkət qüvvəsinin tezliyi rəqs konturunun məxsus rəqslərinin tezliyinə bərabər olduqda konturda cərəyan şiddətinin məcburi rəqslərinin amplitudunun kəskin artması hadisəsi, əlbəttə ki, bu nü sıfıra bərabərdirsə, t sıfıra bərabərdirsə, omega sıfıra bərabərdirsə, bu rezonans şərtidir. Bu halda cərəyan şiddətinin məcburi rəqslərinin amplitudu maksimum olur. Yəni birdən belə kəskin şəkildə artır. Bu da ki, rezonans hadisəsidir. Götürürük elektrik rezonansı. Cavab A variantı. 6. Dövrü dəyişən xarici elektrik hərəkət qüvvəsinin təsiri ilə dövrədə yaranan rəqslər necə adlanır? Əgər xarici elektrik hərəkət qüvvəsinin təsiri ilə yaranırsa, yəni xaricdən bir qüvvənin təsiri yaranırsa, məcburi rəqsdir. Cavab B variantı. 7. Dəyişən cərəyan dövrəsində gərginliyi artırıb azaltmaq üçün istifadə olunan qurğunun sxemdə şərti işarəsi. Gərginliyi artırıb azaltmaq üçün istifadə olunan qurğu transformatordur. Transformatorun şərti işarəsi də C variantıdır. A-dakı lampadır, B-dəki açardır, D-dəki dioddur, yarımkeçici dioddur, dəyişən cərəyanı düzləndirmək üçün istifadə olunur. Y-dəki naqildir, rezistordur. 8 nömrəli sual. Amper vurulsun kök altında Henry böl farad ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Tabaq, amper qalsın yerində. Henry bilirik ki, induktivliyin vahididir. Elin düsturu isə fi bölünsün idi. Onda mən Henry'ni, finin vahidi Weber'dir. Cərəyan şiddətin vahidi amperlə açaram. Farad isə farad tutumun vahididir. S bərabərdir Q bölünsün U. Faradın yerinə kulon bölünsün volt qoyacağım. Volt sürətə qalxacaq kulon məxrəcdə. İndi buradan Weber'də açacağım. Amper kəsrin qabanda, kök altın qabanda qalsın. Weber'i açıram, volt vurulsun saniyə. Vurulsun volt. Məxrəcdə amper qalır. Kulonu da açıram, amper vur saniyə ilə. Baxın, saniyələr getdi. Amper burada qabaqda durur. Kök altda voltlardan biri çıxar, amperdən də biri. Amperlər də gedər, volt qalar. Volt da gərginliyin vahididir. Baxıram, C variantı olur 8'də. 9 nömrəli sual. Volt vurulsun kök altında farad bölünsün Henry ifadəsi hansı fiziki kəmiyyətin vahidinə uyğundur? Baxaq, voltu saxlayaq. Kökün altında farad tutumun vahididir. Tutumun düsturu Q bölünsün U'dur. Buradan kulon bölünsün volt yaza bilərəm. Onda faradın yerinə yazıram kulon bölünsün volt. Henry isə induktivliyin vahididir. Düsturu fi bölünsün idi. Yəni Weber bölünsün amperdən aça bilərəm. Amper sürətə Weber məxrəcə. İndi buradan volt hələ ki qalsın. Kulonu açıram, amper vur saniyə ilə. Bir dənə də amper var. Məxrəcdə isə voltdur. Bir də Weber açıram, volt vur saniyə ilə. Buradan saniyələr getdi. Kökün altından çıxarsam, kəsrin qabağında bir dənə volt var. Sürətdən bir dənə amper çıxır, məxrəcdən bir dənə volt. Voltlar da gedir, qalır amper. Bu da cərəyan şiddətinin vahididir. 9'da cavab olur Y variantı. 10.
Hansı şərt ödənildikdə sxemdəki lampanın közərməsi maksimum olar? Lampanın közərməsi maksimum olması o deməkdir ki, lampadakı cərəyan şiddəti maksimum olub. Cərəyan şiddəti nə vaxt maksimum olur? Rezonans şərti var. XL XC-yə bərabər olanda. Çünki düstur belədir ki, U bölünsün. Tam müqaviməti yazanda bura R kvadratı üstə gəlsin, XL çıxılsın XC-nin xaricdən kvadratı. Cərəyan şiddətinin maksimum olması üçün məxrəc minimum olmalıdır. Məxrəc də o vaxt minimum olar ki, bu ikisi bir-birinə bərabər olsun. Bərabər olanda biz bunları çıxanda bu ifadə bizə 0 verəcək. Yəni ən kiçik qiymətini verəcəkdir. Onda cərəyan şiddətdən böyük qiymət alacaq. Ona görə XL XC-yə mütləq bərabər olmalıdır. Keçək 11 nömrəli suala. 11 nömrəli sual. Transformatorun birinci dolağında cərəyan şiddəti 0,6 amper, transformasiya əmsalı 0,5 olarsa, transformatorun ikinci dolağında cərəyan şiddətini hesablayın. Baxın uşaqlar, bilirik ki, transformasiya əmsalının düsturu U1 bölünsün U2-dir. İndi bəs mən buradan cərəyan şiddətini necə tapacağam? Cərəyan şiddətini P bərabər I-U-dan baxıram. Çünki dolaqlarda ayrılan güclər bərabər olur. I ilə U tərs asıdır. U1-in U2-yə nisbəti nəyə bərabər olur onda? I2-nin I1-ə. Yəni mən I2-nin I1-ə nisbətini K-ya bərabər edə bilərəm. Onu da yazıram. K bərabərdir. I2 bölünsün I1. İndi verilənləri yerinə qoyaq. K-nı 0,5 verib. Bərabərdir. Birinci dolağı 0,6 verib, yəni I1-i. Onda I2-ni tapıram. I2-ni də buradan tapanda 0,6-nı 0,5-ə vururam. O da mənə verir 0,3 amper. 11-də cavab olur A variantı. 12. Transformatorun ikinci dolağında cərəyan şiddəti 0,3 amper, transformasiya əmsalı 0,5 olarsa, transformatorun birinci dolağındakı cərəyan şiddətini hesablayın. Baxın, K bərabərdir U1 bölü U2-dir. Buradan P bərabər I-U düsturuna görə cərəyan şiddəti gərginliklə tərs asıdır. Niyə bunu götürdüm? Çünki transformatorun dolaqlarında güclər bərabər olur. Güc bərabər olur, onda I ilə U tərs asıdır, vurulur. U1-in U2-yə nisbəti onda I2-nin I1-ə nisbətinə bərabərdir. Buradan yazıram K bərabərdir. I2-nin I1-ə nisbəti. Yerinə qoyaq. Deməli, K-nı verib 0,5. Bu dəfə ikinci dolaqdakını verib 0,3. Birinci dolağı istəyir. Onda I1-i də tapanda 0,3-ü bölməliyəm 0,5-ə. 3-ə 5-ə böləndə düşür 0,6 amper. Yəni cavab olur B variantı. 13. Transformatorun ikinci dolağındakı sarğıların sayını sabit saxlayıb. Birinci dolağındakı sarğıların sayını 3 dəfə azaltdıqda transformasiya əmsalı necə dəyişir? Deməli, tutaq ki, ikinci dolaqdakı sarğıların sayını n götürək. Yəni bunu dəyişdirmirəm. Birinci dolaqdakı sarğıların sayını isə 3 dəfə artırıram. Yəni tutaq ki, birinci dolaqdakı n idisə 3 dəfə artır olur 3n. Amma ikincini dəyişdirmirəm. N olaraq qalır. Transformasiya əmsalı K bərabərdir. N1 bölünsün N2-dir. Dolaqların sayından düz asıdır. Baxıram ki, indi bu N2-ni dəyişdirmirəm. N1-i 3 dəfə artırmışam. Sürətdə də onda transformasiya əmsalı nə edir? 3 dəfə azalar. Yəni cavab olur Y variantı. 14. Transformatorun ikinci dolağındakı sarğıların sayını sabit saxlayıb. Birinci dolaqdakı sarğıların sayını 3 dəfə artırsaq. Transformasiya əmsalı. Baxın, yenə düsturu yazıram. K bərabərdir. N1 bölünsün N2. Baxıram burada. İkinci dolaqdakı sarğıların sayı dəyişmir. Onunla işim yoxdur. Birinci dolaqdakı sarğıların sayını 3 dəfə artırıb. N1-i 3 dəfə artırıbsa, K N1 ilə düz asılıdır. Onda K da 3 dəfə artar. Yəni cavab olur 14-də Y variantı. 15. Transformasiya əmsalı 2 olan boşuna işləyən transformatorun birinci dolağında gərginliyin zamandan asılılıq tənliyi bu şəkildədir. İkinci dolağında gərginliyin zamandan asılılıq tənliyi hansıdır? Deməli, baxın, transformasiya əmsalım varmı 2? U1-in varmı 220? Buradan tapdım da U-M sinus omega t-dən. U2-mi istəyirsə, birinci U2-ni tapaq. K bərabərdir U1 bölünsün U2-dir. Buradan yerinə qoyanda 2 bərabərdir. 220 bölünsün U2. Onda buradan U2-ni taparam 110. Bilirəm ki, dolaqda ayrılan da omegalardır, tezlikdir, periyoddur, gücdür. Bunlar bərabər olur. Onda birincidə əgər omega 300-dürsə, ikincidə də omega 300 olacaq. Onda tənliyi də yazanda tənlik belədir də U2 bərabər olacaq. UM 2 sinus omega t. Buradan da baxıram ki, UM 2-ni 110 tapdım. Omegamız da 300. Yəni cavab olur D variantı.
16 nömrəli sual. Transformasiya əmsalı 2-də 1 olan boş işləyən transformatorun birinci doğalında gərginliyin zamanda asılılıq tənliyi bu şəkildədir. İkinci doğandakı gərginliyin zamanda asılılığı. Baxın, K verilib, U1 verilib. U2-ni tapmaq lazımdır. K bərabərdir, U1 bölünsün U2. Buradan baxın, K-nın yerinə 2-də 1 qoyuram. Bərabərdir. U1 220-dir, U2 isə yoxdur. Buradan U2-ni tapandaydır 440. Deməli, tənlik belə idi da, U bərabərdir UM sinus omega t. Onda deməli, sinusun qabağı 440 olmalıdır. Omeqadakı dedik dolaqlarda bərabər olur, ona görə 300-ün özünü götürürəm. C variantı. 17. Transformatorlar üçün uyğun bəndləri ilə Venn diaqramında müəyyən edin. Baxın, yüksəldici deyəndə, yəni bu gərginliyi artırır uşaqlar. Gərginliyi artırırsa, gəlin buradan yazaq elə. Səhifəni çevirəcəm çünki. 3, bu da 2. Bu yüksəldicidir. Buraya yazaq. Bu da alçaldıcıdır. Yüksəldici transformator deyəndə gərginliyi artırır. Alçaldıcı deyəndə gərginliyi azalır. Yüksəldici deyəndə, yəni artıranda U2-dəki gərginlik U1-dən böyük olur. Azaldanda isə U2-dəki gərginlik U1-dən kiçik olur. İndi gəlin baxaq. Bizə deyir, transformasiya misalı 1-dən böyük olar. Uşaqlar, bunu necə tapırıq? Əslində, bunu nəzəri olaraq demək olar ki, bu K 1-dən böyük olanda alçaldıcıdadır. Amma niyə elə olur? Deyim, K bərabər U1 bölü U2-dir uşaqlar. Biz burada yüksəldəndə gərginliyi artırırıq. Gərginliyi artanda məxrəc artır da, K 1-dən böyük ola bilməz. Amma, məsələn, mən alçaldıcıda məxrəc azaltsam, məxrəc azalanda artıq U1-i U2-yə böləndə mən tamlı bir qiymət, yəni 1-dən böyük qiymət alıram. Ona görə də K 1-dən böyük olur. Yəni bunu götürürəm birinciyə. Birincinin altında 1 olmalıdır. Daha doğrusu ikincinin altında 1 olmalıdır. Bunlar getdi. Sonra deyir, gərginliyi artırır, artıran yüksəldici idi. 2 gedir bunun altına. Hər iki sarğacında dəyişən cərəyan tezliyi indir hər ikisində. Birinci sarğacdakı dolaqların sayı ikincidən azdır. Dolaqların sayı da gərginliklə düz asılıdır. Yəni U2 U1-dən böyükdürsə, N2 də N1-dən böyükdür. U2 U1-dən kiçikdirsə, N2 də N1-dən kiçikdir. Onda buna uyğun baxsam, əgər deyirsə ki, birinci sarğacdakı dolaqların sayı ikincidən azdır, yəni N1 N2-dən kiçikdir, onda birinciyə gedir. Cərəyan şiddətini artırır. Cərəyan şiddətindən gərginlik P bərabər IU düsturuna görə tərs asılıdır. Tərs asılıdırsa, əgər cərəyan şiddəti artır deyirsə, gərginlik azalanı götürməliyəm, o da ikinciyə gedir. 5-də bura gedir. 2, 4, 1, 5, 3. Yəni 17-də cavab olur Y variantı. 18 nömrəli sual. Məcburi rəqslərin tezliyi rezonans tezliyindən 3 dəfə çox olarsa, rəqs konturunun sarğacındakı və kondensatorudakı gərginliyin amplitud qiymətlərinin nisbətini hesablayın. Deməli, omega bərabərdir 3 omega 0-a. Bunu bizə şərt olaraq verib. İndi biz buradan birinci növbədə nə edirik? Sarğacdakı gərginliyi taparam. Sarğacdakı gərginlik üçün induktiv müqavimətdən istifadə edəcəm. Yazıram IM bərabərdir. UM bölünsün XL. Buradan da XL-i omega ilə açanda, UM-i tapanda UM bərabər olur IM omega L. Bu mənim olur sarğacdakı gərginliyim. İndi kondensatordakı gərginliyi tapanda da IM bərabərdir UM bölünsün XC yazıram. Buradan da UM-i tapanda IM omega C olur. Omega IM vurulsun XC olur. XC-ni də 1 bölü omega C ilə açanda IM bölünsün omega C alınır. İndi bizdən də istəyir ki, sarğacdakının kondensatordakının olan nisbətini. Yəni birincinin ikinciyə nisbətini tapacağım. UM1 bölünsün UM2 yazarım. Bərabərdir. IM omega L-i bölməliyəm. IM bölünsün omega C-yə. Onda IM qalır məxrəcdə, omega C qalxır sürətə. Bu şəkildə. IM-lər gedir. Qalır omega kvadratı LC. İndi burada da belə bir şey var ki, biz burada yazdıq ki, baxın, burada belə bir düstur yazmışıq da. Omega'nın bir düsturu var. Omega bərabərdir, daha doğrusu omega 0. 1 bölünsün kökün altında LC. İndi burada mən nə edəcəm? LC-ni tapacağım. LC-ni tapanda LC bərabər olur 1 bölünsün omega 0-ın kvadratına. Bunu gətirib burada qoyacağım. Amma bu nisbəti də nəzərə almalıyam. Deməli, baxın, yekunda mən belə bir ifadə aldım da. UM1 bölünsün UM2 bərabərdə omega kvadratı LC.
İndi omega kvadratının yerinə burada mənə şərt verib. 3 dəfə böyükdür. 3 omega 0 qoyub kvadrata yüksəldirəm. Olur 9 omega 0'ın kvadratı. Vurulsun. LC-nin yerinə neçə aldım? 1 bölünsün omega 0 kvadratı. Buradan da omega 0 kvadratları getsə, cavabı alıram 9. Yəni cavab olur D variantı. Gəlirəm növbəti suala. 19 nömrəli sual. Məcburi rəqslərin tezliyi rezonans tezliyindən 2 dəfə az olarsa, rəqs konturunun kondensatorundakı və sarğacındakı gərginliyin amplitud qiymətlərinin nisbəti. Deməli, məcburi rəqslərin tezliyi rezonans tezliyindən 2 dəfə azdır. Yəni omega bərabərdir, omega 0 bölünsün 2'dir. Onda gəlin birinci gərginliklərə baxaq. Birinci gərginliyim kondensatordakidir. Yəni belə yazaq. I1, IM bərabərdir. UM bölünsün XC olur. Buradan da UM'i tapanda IM omega C, IM XC olur. Deməli UM bərabərdir. IM vurulsun XC. XC'ni də 1 bölü omega C ilə açanda alıram IM bölünsün omega C. Bunu yazdıktan sonra keçirəm ikinci sarğaca. Bu olur IM bərabərdir. UM bölünsün XC. Buradan da UM'i tapanda alıram IM vurulsun XC. XL da omega L ilə açanda IM vurulsun omega L alaram. İndi bunların nisbətini tapaq birinci növbədə. U1'in U2'ye olan nisbətini bərabərdir. U1'i aldım IM bölünsün omega C. O biri də onda olur 1 bölünsün IM omega L. Buradan IM'lər gedir. Mən alıram 1 bölünsün omega kvadratı LC. İndi yenə bayaqki kimi düsturu omeganın düsturunu yazaram omega 0'ın. Omega 0 bərabərdir 1 bölünsün kökün altında LC'dir. Buradan LC'ni tapanda 1 bölünsün omega 0 kvadrat edir. İndi gətirib hamısını mən ifadədə yerinə qoyacağım. Bu aldığım ifadə var idi burada. Deməli yazıram. U1 bölünsün U2 bərabər idi. 1 bölünsün omega kvadratı LC. İndi burada omeganı neçə veribdir? Omega 0 böl 2. Bunu kvadrata yüksəldib məxrəcə qoyanda 4 bura qalxır. Omega 0 kvadratı burada qalır. LC'nin də yerinə 1 bölünsün omega 0 kvadratı yazanda omega 0 kvadratı sürətə qalxır. Bunlar da gedir. Cavabı alıram 4. Yəni 19'da da cavab olur D variantı. Gəlirəm 20 nömrəli suala. Transformatorun birinci dolağında cərəyan şiddəti 0,5 amper, gərginlik isə 220 voltdur. İkinci dolaqda cərəyan şiddəti 11 amper, gərginlik isə 9,5 volt olmuşdursa, transformatorun fiyəsini hesablayın. Deməli, fiyənin düsturu belə idi ki, eta bərabərdir, P2 bölünsün, P1 vurulsun 100%'dir. Buradan da indi P2'ni I2 U2 ilə açaram, I2 vurulsun U2, P1'i də I1 vurulsun U1 ilə açaram, vuraram 100'ə. Buradan da taparıq. Bərabərdir. Deməli, ikinci dolaqdakı cərəyan şiddəti 11 amperdir, qoyuram. İkinci dolaqdakı gərginlik 9,5'dir. Birinci dolaqdakı cərəyan şiddəti 0,5'dir. Gərginlik isə 220'dir. Bunu vururam 100'ə. Deməli, buradan 0 çəkəndə bura gəlir. Bunun 2 0'ı 100'dən gedir. Deməli, burada baxanda 22 ilə 11 ixtisar aparıram 2 düşər. 5'i 2'ye vuranda 10 edər. Onunla da bunun sıfırları gedər. Cavab düşər 95%. Yəni olur C variantı. 21. Rəqs konturundakı cərəyan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövrü tezliyində asılı qrafiki verilmişdir. Rezonans anında kondensatordakı gərginliyin amplitud qiymətini hesablayın. Rezonans anı ən təpə nöqtəni götürürük. Omeganı bizə verib 2, amma üstündə də bir 3 var. 2 vurulsun 10 üstü 3 Hz. Və bizdən induktivliyi də verib. Verilənləri yazaq. 30 millihenri, yəni 30 vurulsun 10 üstü mənfi 3. Cərəyan şiddətini də verib. İni 0,4 İm. Və bizdən deyir gərginliyin amplitud qiyməti. Söhbət sarğaçdan gedir. Onda yazıram İm bərabərdir. UM bölünsün XL. Buradan da UM'i tapanda IM vurulsun XL olur. Buradan da XL açacaq omega ilə. Onda G3'də düsturumuz B olacaq. UM bərabərdir. IM vurulsun omega L. İndi gətirək hamısını yerinə qoyaq. IM 0,4'dür. Omeganı 2 vur 10 üstü 3 aldım. L'də 30 vur 10 üstü mənfi 3'dür. 30 vurulsun 10 üstü mənfi 3. L 10 üstü 3 ilə 10 üstü mənfi 3 bir-birini aparır. 30'un sıfırından da bu gedər. 4'ü 2'ye vuraram 8, 8 də 3'ə vuraram 24 volt.
Yəni cavab olar 24 volt. A variantı. Keçək növbəti suala. 22 nömrəli sual. Rəqs konturundakı cəryan şiddətinin amplitud qiymətinin xarici gərginliyin dövrü tezliyində asıllıq qrafiki verilmişdir. Rezonans anında sarğacdakı gərginliyin amplitud qiyməti. Baxın, IM var, omega var, tutum var. Onda IM bərabərdir, UM bölünsün XC yazaram bu dəfə tutum olduğu üçün. XC-ni də buradan açacağım 1 bölü omega C ilə. UM bərabərdir, birinci bunu yazaq. IM XC, XC-ni də 1 bölü omega C ilə açanda olur, IM bölünsün omega C. İndi bu ifadədən gərginliyi tapmalıyam. UM bərabərdir. IM 0,4-dür, bölünsün. Omegam 2 vur 10 üstü 3-dür. Tutum da 20 mikrofaraddır. Yəni 20 vurulsun 10 üstü mənfi 6-dır. Buradan da deməli 0 çəksən bura gələr. 2-lərlə bu 4 gedər. 1 bölünsün. 10 üstü 5 vurulsun 10 üstü mənfi 6 qalır. Bu da 10 üstü mənfi 1 edir. Sürətə də qalxanda 10 üstü 1 edir. Elə cavab 10-dur. B variantı. 23 nömrəli sual. Transformatorun ikinci dolanındakı sarğıların sayını dəyişmədən transformasiya misalını 2 dəfə kiçiltmək üçün nə etmək lazımdır? Deməli, düstur yazıram K bərabər M1 bölü N2. İkinci dolağındakı əgər sarğıların sayını dəyişmirəmsə, transformasiya misalının 2 dəfə azalmaq üçün transformasiya misalı birinci dolaqdakı sarğıların sayından düz asılıdır. Onda birinci dolaqdakı sarğıların sayını 2 dəfə azaltmalıyam. 2 dəfə azaltmalıyam ki, transformasiya misalda düz asılı olduğu üçün o da 2 dəfə azalsın. Yəni birinci dolaqdakı sarğıların sayını 2 dəfə azaltmalıyıq. Cavab olur B variantı. 24. Transformatorun ikinci dolaqlarındakı sarğıların sayını dəyişmədən transformasiya əmsalını 2 dəfə artırmaq üçün nə etmək lazımdır? Deməli, K bərabərdir M1 bölünsün N2. Burada N2-ni dəyişmirik. Baxıram nəyə? Əgər transformasiya əmsalını 2 dəfə artırmaq istəyirəmsə, birinci dolaqdakı sarğıların sayını da 2 dəfə artırmalıyam. Yəni cavab olur D variantı. 25 nömrəli sual. Transformatorda birinci dolaqdakı sarğıların sayını dəyişmədən transformasiya əmsalını 2 dəfə artırması üçün ikinci dolaqdakı sarğıların sayını necə dəyişmək lazımdır? Düstur K bərabərdir. M1 bölünsün N2-dir. Bu dəfə M1-i deyir dəyişmə. K N2 ilə tərs asıdır. K-nın 2 dəfə artması üçün N2 2 dəfə azalmalıdır. Yəni ikinci dolaqdakı sarğıların sayını 2 dəfə azaltmalıyam. D variantı. 26. Transformatorda birinci dolaqdakı sarğıların sayını dəyişmədən transformasiya misalının 2 dəfə azalması üçün ikinci dolaqdakı sarğıların sayı K bərabərdir M1 bölü N2-dir. Birincini dəyişmirəm. Deyir ki, 2 dəfə azalması üçün K 2 dəfə azalması üçün N2 2 dəfə artmalıdır. Çünki tərs asıdırlar. Cavab A variantı. 27. Transformasiya əmsalı 3 olan transformatorun birinci dolağında gərginliyin amplitudu bu şəkildə, dəyişən cəryan tezliyi isə belədir. İkinci dolaqdakı gərginliyin amplitudunu və dəyişən cəryan tezliyi. Birinci və ikinci dolaqlarda güc, tezlik, omega periodlar bərabər olur. Yəni birinci dolaqda nüs sıfırdırsa tezlik, ikinci dolaqda da nüs sıfırdır. Yəni qalan variantlar getdi. İndi mən ikinci dolaqdakı gərginliyi tapmaq üçün transformasiya əmsalının düsturundan istifadə edəcəm. K bərabərdir U1 bölünsün U2. K-nı mənə 3 verib bərabərdir. Birinci transformatorda gərginlik U0-dır, 2 yoxdur. Onda U2-ni də buradan tapanda mənə verir U0 bölünsün 3. Yəni cavab edir 27-də B variantı. 28 nömrəli sual. Rəqs konturundakı cəryan şiddətinin amplitud qiymətini xarici gərginliyin dövrü tezliyindən asılı qrafiki verilmişdir. Rezonans anında sarğıcdakı gərginliyin amplitud qiymətini hesablayın. Baxın, cəryan şiddəti var. Omega var, induktivlik var. Onda yazıram. IM bərabərdir. UM bölünsün XL. Buradan UM'i tapanda alıram. IM vurulsun XL. Buradan da XL açanda gərginliyə belə bir düstur alıram. UM bərabərdir. IM vurulsun omega L. İndi gətirək hamısını yerinə qoyaq. IM 0,3-dür. Omega 2 vurulsun 10 üstü 3-dür. L də 40 millihenridir. Yəni 40 vur 10 üstü mənfi 3-dür. Müsbət üstlərlə mənfi üstlər bir-birini aparır. 0,3'ü 2'ye vursam 0,6 eder. Onu da 40'a vuranda bize verir 24. Yəni 28'də cavab olur 24 volt. Yəni A variantı. Gəlirəm 29 nömrəli suala. Hansı ifadələr doğrudur? Transformasiya əmsalı K bərabər 5 olan transformatorun ikinci dolağında. Deməli, K bərabərdir M1 bölün, U1 bölünsün U2'dir. Transformasiya əmsalı 5'dirsə, bu deməkdir ki, K 1-dən böyük qiymət alıb. Əgər K 1-dən böyükdürsə, bu
deməli, alçaldıcı transformatordur. Alçaldıcı transformatorda isə U2-dəki gərginlik U1-dən az olmalıdır, çünki gərginlik azalır. Buna görə baxanda gərginlik belə çıxır ki, birincidəki ikincidən 5 dəfə çox olmalıdır. Amma bizə deyir ikinci dolaqda, onda ikinci dolaqda gərginlik 5 dəfə azdır. Çünki dedik gərginlik nədir? Birincidən az olmalıdır. 5 dəfə deməli az olubdur. Sonra cərəyan şiddəti gərginliklə tərs asılı olduğu üçün, I2 bölü I1 olduğu üçün, ikinci dolaqdakı cərəyan şiddəti birincidən 5 dəfə çox olur. 3-dür. Tezliklərdəki bərabərdir. Cavab olur 2, 3, 5.